Değerli qardaşlarım, bugünkü xütbəmizdə Aşura günü və vəzifələrimiz haqqında bəhs edəcəyik inşallah. Tarixdə baş verən bəzi hadisələrin bildiyimiz kimi məhz Aşura günü meydana gəlməsi hər kəsə məlumdur. Bunların bəzisini qısa olaraq xatırlamaqda fayda var. Hz. Adəm əleyhissalamın cənnətdən yer üzünə indirilməsi, Hz. Nuh əleyhissalamın tufandan qurtulması, Hz. Musa əleyhissalamın İsrailoğullarının Firavunun zülmündən qurtulmaları və Muhammed sallallahu aleyhi və səlləmin və keçmiş və gələcək günahlarının əfv olunması və bir çox hadisələrin məhz Məhərrəm ayında Aşura günündə meydana gəlməsi və bu aya və bu günə ayrı bir əhəmiyyət qazandırmaqdadır. Gələn həftənin 4-cü günü 25 iyun Aşura gündür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nəzərində Məhərrəm ayının və Aşura gününün xüsusi yeri vardır. Bu günlərin xüsusilə Aşura günündə tutulan oruç haqqında ondan soruşulanda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Aşura günü tutulan orucun əvvəlki ilin kiçik günahlarına kəffarə olmasını Allahdan ümid edirəm buyurmuşdur. Aşura günü orucu necə tutulacaq? Aşura günü orucu ya 9-u 10-u, Muharrəmin 9-u 10-u tutulur və yaxud da 10-u 11-i tutulur. Tək tutulmaz. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bizə gələn nəqillərdə İmam Buxari rahməhullahın Abdullah ibn Abbasdan nəql etdiyinə görə Allah Rasulü sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyi vaxt Yahudilərin Aşura günü oruç tutduqlarını gördü. Bu nə orucudur deyə soruşdu. Onlar da bugün Allah Cəllə Cəlaluhu Bəni İsraili düşmənlərindən qurtardığı gündür. Yəni Firavunun şərrindən xilas olduğumuz gündür dedilər. Rasulullah sallallahu aleyhi və səlləm biz Musaya sizdən daha yaxını buyurdu və Məkkədəki kimi o gün oruç tutdu və o gün oruç tutulmasını bizə tövsiyə etdi. Əziz qardaşlarım, Muharrəm ayı və Aşura günü dedikdə həmçinin hamımızın ortaq ürək yarası olan Hz. Hüseyin radiyallahu anh və çoxu əhl-i beytdən olan 70-dən çox müsəlmanın amansız şəkildə şəhid edildiyi Kərbəla hadisəsi də yada düşməkdədir. Kərbəla çətin bir imtihanın adıdır. Amansız cinayət olan Kərbəla hadisəsi irqindən, millətindən və məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar tərəfindən qınanmış və pislənmişdir. Əziz Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin qiymətli nəvəsi Hüseyin Əfəndimiz ailəsi ilə birlikdə Kərbəlada qətl edilməsindən bu günə qədər Aşura günü deyiləndə qəlbimiz həmişə sızlamaqdadır. Lakin bunu unutmayaq ki, bu gündə nə baş veribsə, Allahın digər günlərində də bunlara bənzər hadisələr baş vermiş. Bizə düşən tarixdən ibrət almaq və bəzi belə xoşa gəlməz hadisələrin təkrar yaşanmasına bir daha yol verməməkdir. Çünki Aşura günü Hz. Hüseyin və ailə üçün şəhadət günü, bəziləri üçünsə qətl günü xəyanət olaraq əməl dəftərlərinə yazıldı. Dəyərli qardaşlarım, Muharrəm ayı Aşura ayıdır. Aşura isə birlik, bərabərliyin, paylaşma və həmrəyliyin simvoludur. Muharrəm ayı və Aşura gününün həmçinin Kərbəla hadisəsinin bizə ən böyük mesajı birlik və bərabərliyimizi qorumaq, qardaşlığımıza sahib çıxıb pozulmasına əsla imkan verməməliyik. Uca Rəbbimiz Əl-İmran surəsinin 105-ci ayəsində bu barədə buyurur. Açıq aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın. Onlar üçün böyük bir əzab vardır. Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm də bizə bu istiqamətdə belə nəsihət edir. Bir-birinizin əskiyini tapmağa çalışmayın. Bir-birinizin xüsusi və məhrəm həyatını araşdırmayın. Bir-birinizə həsəd etməyin.
bir-birinizə arxanızı dönməyin, bir-birinizə kin və nifrət bəsləməyin. Ey Allahın qulları, qardaş olun. Əziz qardaşlarım, tariximizdə yaşanan belə amansız hadisələrin bənzərlərini bugün bütün məzlum İslam coğrafiyasında yaşanmaqdadır. Üzülərək ifadə edirik ki, az qala hər gün, hər yer Aşuraya çevrilib. Bu məzlum insanların ahını hələ də almaqda davam edən insanlar var. Və biz də buna şahidlik edirik. Allah-u Teala Quran-ı Kərimdə belə buyurmaqdadır. Zalimların etdikləri əməllərin əsla Allahın xəbərsiz olduğunu sanma. Sadəcə Allah onları gözlərin qorxudan bərələcəyi günə ahirətə saxlamaqdadır. Ona görə gəlin irq, dil, məzhəb və mənhəc fərqliliklərini kənara atıb birliyimizi, bərabərliyimizi qorumağa çalışmalıyıq. Çalışaq ki, günlərimizi öz əməl dəftərlərimizlə əleyhimizə olacaq şəkildə deyil, ahirətdə xeyrimizə olacaq şəkildə yazdıraq. Dəyərli din qardaşlarım, tarixi bu qədər keçmişə uzanan bir ayı və günü bu qədər fəzilətini bir kənara ataraq sadəcə matəmlə, ağlayıb döyünməklə, İslam inancına zidd davranışlarla əhya etmək əlbəttə ki, doğru deyildir. Demirik ki, Həzrət Hüseyin unudulsun, amma İmam Hüseyin əlbəttə unudulmayacaq. İmam Hüseyin xatırlanacaq, ancaq onun əxlaqından, Allaha və Peyğəmbərə bağlılığından, fəzilətli yaşayışından bəhs olunsun, nümunə alınsın, gözəl əxlaqı təbliğ olunsun, yaşansın, yaşadılsın və yaşayanların sayı artsın. Bu cəhətdən Aşura gününün matəm yaxud öyünmə günü olaraq deyil, Rəbbimizin nəsib etdiyi xüsusi bir fürsət olaraq görüb qiymətləndirməliyik. Əvvəlcə bizə ihsan etdiyi bu qədər saysız nemət üçün şükür edib, xəta və günahlarımızdan tövbə edərək, şeytandan, insanın qəlbini pozan, insanlaşmış şeytanlardan Rəbbimizə sığınaq. Sonra isə bizə bu doğru yoldan, sırat-ı müstəqimdən ayırmaması üçün ümməti Muhammed olma şuuru ilə qardaşlıq, bağlarımızı güclənməsi və qopmaması üçün və əlbəttə insanlığın qurtuluşu üçün, huzuru üçün, bir daha kərbəlalar yaşanmaması üçün dualar edəcəyik, niyazlar edəcəyik, yalvaracaq. Ələ innə əhsən